bir həftə bundan əvvəl yazılı müsahibələrini oxumuşdum. Bəziləri də audiovizual müsahibələr idi. Oradan mətn kimi çıxartmışlar. Orada demişdin ki, bəs Fərda deyir ki, Elmətli mənim torbamı tikib çıxartdırdı məni işdən, nə bilim nə. Bu əvvəllər belə bir şey olub ya bilmirəm, amma ən azı bir 15 dənə sayta bu yayılmışdı. Ən azı bir 15 dənə sayta. Hansı kanaldaydı? Qapqara veriliş idi yoxsa nəsə, deyəsən şeylə bağlı, Qaraqura layihəsi ilə bağlı. Və sənin də bununla bağlı verdiyin açıqlama belə sayılmır dedim olar ki, çox təəssüf edirəm xarakterli. Orada hiss edirdim, istən qalmaqal adamı deyilsən ümumiyyətlə. Mən belə deyim, mən Fərdanı çox istəyirəm. Mənim üçün stand-upda Azərbaycan bir nömrəli aktördür və uzun illər dostluğum olan insandır. Mənim üzüldüyüm nöqtə var idi. Mənim ən yaxın dostum dediyim insan gedib mənim haqqımda elə sözü deməməlidir. Çünki o da məni tanıyır, dediyi adamlar da tanıyır. Mənim elə xarakterim yoxdur. Mən kimlərləsə çörək kəsmişəm, amma heç kəsin çörəyini kəsməmişəm. Mən gəlib bu söz mənim haqqımda deməyin mən çox incitdi. Həmişə də sənin yanında olmağa çalışmışam bir qardaş kimi. Amma mənim haqqımda bunu deməyə məni incitdi. Sadəcə o incidiyimi dedim. Oysa Tolkien verilişində əməli başlı ki, şoza düzəltdilər, normal. Sən ilada cavab vermədim, açıqlama vermədim. Çünki mənim niyyətim qalmaqal deyil. Bəlkə yanaşmalarınız fərqlidir. Məsələn, sənə görə daha yaxın bir dostu, ona görə sən o qədər də yaxın ola bilər, haqlısan. O da ola bilər. Hər adamı özün kimi bilmək məsələsi var da. Ola bilər, bilmirəm. Bir də qəlbləri Allah bilir. Yəni, bir şey soruşacaqdım ki, nə vaxtsa gələcəkdə yenidən orta bir layihə eləmək kimi bir ehtimal varmı? Məsələn, tək səbirin daha üst səviyyəsi. Təhlif olub, əslində təhliflər olub. Mən sənə bir şey deyim, heç vaxt keçmişimi satmaq istəmirəm. Bacanlarla bağlı təhlif olur, sponsor olur və yaxud heyət insanlar. O mənim keçmişimdə pis deyil, pis deyil. Yaxşı olan şeyi satmıram. Pis olan şeyi də abır eləyərəm, satmaram. Bu yaxşıdır, yaxşı keçmişdir. Bunu qurdalayım, təzdən eləyim, bəlkə uğurlu olmadı. Qoy elə yaxşı-yaxşının da qalsın. Pisi də zaten ayıbdır axı satmaq, zaten bilirsən pisdir. Keçmişimi satmağın tərəfində deyiləm. Olub, o mənim tariximdə qalıb. Yəni, zirvədə saxlayıb. Okey, ən yaxşısı odur, mən elə düşünürəm. Ya zirvədə, harada olur olsun, saxlamısansa bitib. Yenidən eləməyə cəhd eləmə.